Buraxılış imtahanında düşə biləcək loqaritmə aid bir tənliyə baxırıq. Biz bilirik ki, loqaritmik ifadənin xassəsinə görə, məsələn, loqaritma A əsasından B bərabərdir C olarsa, biz onda bu bərabərliyi B bərabərdir A qüvvətində C şəklində göstərə bilərik. Yəni, əsasdakı ifadənin qüvvətinə bərabərliyi yaza bilərik. Onda burada da eyni məntiqlə yazsaq, biz bilirik ki, 3-cü dərəcədən kök altda 2-nin qüvvətində 6 yazmalıyıq və ifadəmiz 5x çıxılsın 1 bərabərdir kök altda 3-cü dərəcədən 2-nin qüvvətində 6 şəklində olmuş olur. Eyni zamanda bu ifadənin də 5x minus 1 bərabərdir kök altında 3-cü dərəcədən 2 üzərində 6 yazsaq və 5x minus 1 bərabərdir. Biz bilirik ki, 3-cü dərəcədən 2-nin üstü 6 olarsa, bu 2 üzərində qüvvətində 3-də 6 şəklində yaza bilərik və bu da 2 üzərində 2-yə bərabər olur. 5x çıxılsın 1 bərabər olmuş olur. 2-nin qüvvətində 2 varsa demək 4-ə bərabərdir. 5x bərabərdir 5-ə, x də bərabərdir 1-ə. Deməli, doğru cavabımız 1-dir.